Bu şəxslər 15-20 il tez pensiyaya çıxa bilər, bəs kimlərin pensiya yaş həddi azaldılıb? Bu barədə bu videoda hər şeyi ətraflı danışacağıq, amma əvvəlcə bir xahişim var. Əgər bu kanalda hələ abunə deyilsinizsə, mütləq abunə olun, çünki bundan sonra sizi çox maraqlı və faydalı məlumatlar gözləyir. Bir klikləmə ilə bizə dəstək olun ki, bu cür xəbərləri qaçırmayasınız. Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Bəs kimlər daha tez pensiyaya çıxa bilər? Bu siyahını necə genişləndirmək olar? Bu suala cavabında iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Onun sözlərinə görə güzəştli şərtlər ilə pensiya hüququ əmək pensiyaları haqqında qanunla təsbit olunub. Belə ki, qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri, 9-cu maddəsi isə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri müəyyən edir. Sözü gedən qanuna əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, 5 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərtlə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar. Əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar. İqtisadçı qeyd edib ki, qanunun 9-cu maddəsinə görə güzəştli şərtlər ilə pensiya hüququ qazanan vətəndaşlarımızın siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin, yəni liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdan boy şəxslərin azı 5 il sığorta stajı olduqda, pensiya yaş həddi 20 il azaldılır. Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda, 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və digər sahələrdə çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır. Vüqar Bayramov sonda daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflər verdiklərini qeyd edib. Onun sözlərinə görə pensiya islahatlarının dərinləşməsi, pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni də daha aktual edir. Bu isə tək qadınlar daxil olmaqla bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər.